Salam, mən Ağazadə Türkan, tarix müəllimi. Bugün daş dövrü və onun əsas xüsusiyyətlərindən danışacağıq. Daş dövrü şərti olaraq 3 mərhələdən keçmişdir. Paleolit, mezolit, neolit dövrləri. Paleolit dövrü ilk insan tipinin yaranmasından eradan əvvəl 12-ci minilliyə qədər davam etmişdi. Mezolit dövrü eradan əvvəl 12-ci, 8-ci minilliklərə əhatə edir. Neolit dövrü eradan əvvəl 8-ci, 6-cı minilliklərə əhatə edir. Paleolit dövrü özü 3 mərhələdən keçir. Alt paleolit, orta paleolit, üst paleolit dövrü. Alt paleolit dövrü ilk insan tipinin yaranmasından eradan əvvəl 100 min il bundan əvvələ qədər davam etmişdi. Alt paleolit dövrü quruçay mədəniyyəti adlanan bu dövrdə ilk dəfə təbii oddan istifadə olunmuşdu, mənimsəmə təsərrüfatı yaranmışdı. Daş əmək alətlərindən istifadə olunurdu. Bundan başqa ağacdan, sümükdən də əmək alətləri hazırlanırdı. Yerqazan, çubuq, dəyənək və digər əmək alətlərindən istifadə olunurdu. Alt paleolit dövrünə aid bir çox tapıntılar mövcuddur. Bunlardan biri də Azqanteropun alt çənə sümüyüdür. Orta paleolit dövrü Mustey mədəniyyəti adlanır. Bu dövrdə artıq yeni insan tipi olan Neandertal insan yaranmışdı. Alt paleolit dövründə də bacarıqlı insan yaranmışdı. Orta paleolit dövründə Neandertal insan yaranmışdı. İlk dəfə süni oddan istifadə olunmuşdu. Mənimsəmə təsərrüfatı mövcud idi. Daş əmək alətlərindən istifadə olunurdu. Üst paleolit dövrü anaxaqanlığın yaranması. Eradan əvvəl 35 min əvvəldən 12-ci minilliyə qədər əhatə etmişdi. Anaxaqanlıq yaranmışdı. Qəbilə icması yaranmışdı. Artıq belə deyək də ulu icma tez-tez dağılırdı və yerində yeniləri yaranırdı. Yəni daimi deyildi, möhkəm deyildi. Buna görə də qəbilə icması yaranır. Qəbilə icmasında da qadınların rolu daha böyük olur. Çünki onlar odu qoruyur, qida əldə edir. Buna görə də bu dövr anaxaqanlıq dövrü adlanır. Bundan başqa müasir insan tipi olan ağıllı insan yaranır. Ağıllı insanın digər insan tiplərindən fərqi nitqinin olması və daha düzqamətli olması idi. Sonra mezolit dövrü eradan əvvəl 12-ci, 8-ci minilliklərə əhatə edir. Bu dövrdə ox və kamanın ixtirası, ilk əkinçilik və dişlərin yaranması, maldarlığın yaranması ilə səciyyələnir. Bundan başqa bu dövrdə mikrolik əmək alətlərdən də istifadə olunur. Mənimsəmə təsərrüfatı mövcud olur. Bundan başqa istehsal təsərrüfatına keçidində əsası qoyulur. İlk belə deyək də heyvanın əhliləşdirilməsinə də başlanılır. Dediyim kimi ilk əkinçilik vərdişləri yaranır, maldarlıq yaranır, ox və kaman yaranır. Bundan başqa bu ən çox Qarabağ bölgəsində öyrənilir. Neolit dövrü, neolit inqilabı. Neolit dövrü eradan əvvəl 8-ci, 6-cı minilliklərə əhatə edir. Bu dövrdə toxuculuq yaranır, daş işləmə və digər sənət sahələrindən istifadə olunur. Bu dövrdə əhali oturaq həyata keçir. Tox əkinçiliyi yaranır bu dövrdə. Bu dövrdə belə deyək də istehsal təsərrüfatı formalaşır. İstehsal təsərrüfatı mezolit dövründə yaranır, formalaşması isə neolit dövrünə təsadüf edir. Bir çox yaşayış yerləri var idi ki, məsələn Tovuzda, Göytəpə, Ağcabədidə, Kamiltəpə, Naxçıvanda, Gəncə, Qazax bölgəsində də aşkar olunmuşdu. Eneolit dövrü eradan əvvəl 6-cı, 4-cü minilliklərə əhatə edir. Eneolit dövrü daş dövründən tunc dövrünə keçid dövrünün arasındakı bir mərhələ hesab olunur. Bu dövr tox əkinçiliyi dövrü adlanır və ilk metalla tanışlıq dövrü də burada baş verir. İlk metalda mis olmuşdu. Lakin misdən əmək alətləri hazırlanır, amma misin yumşaq və tez qırılan olması daş əmək alətlərinin hələ də üstünlük təşkil etməsinə gətirib çıxarır.